Salamlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Bugün sizlə danışmaq istədiyim bir mövzu var. Bu mövzunun adı günahkarlıq duyğusudur. Günahkarlıq duyğusu nədir? Təbii ki, hər videoda tamam fərqli cür danışmışam. Keçmiş videolarıma da keçid eləyib günahkarlıq duyğusunu təkrar baxa bilərsən bu arada. Bugün isə tamam fərqli bir aspektdən günahkarlıq duyğusunu danışacağam. Təbii ki, bu duyğu özü çox genişdir. Yaratdığı psixoloji mərhələlər də çox fərqlidir. İlk öncə isə danışmaq istədiyim situasiya budur. Birinci növbədə daxili günahkarlıq duyğusu özünü necə göstərir? Davamlı ətrafında səni dəyərsiz, yetərsiz, sevgisiz, səni heçmiş kimi hiss elətdirən, səni yoxmuş kimi hiss elətdirən, davamlı rədd edildiyin bir ortamdasansa və bu ortamdan hələ də necə deyim, qalırsansa və gedəcək bir yerin yoxdursa, yəni özün də bilmədən şuursuzcasına bu ortamı seçmisənsə, çox güman ki, sənin günahkarlıq duyğun var. Baxın, günahkarlıq duyğusu ümumiyyətlə bəzən görünmür. Hansısa duyğunun altında yatır. Məsələn, deyək ki, sənin təsdiq olunma ehtiyacın var, sevilmə ehtiyacın var, güvəndə hiss etmə ehtiyacın var. Və sən düşünürsən ki, müəyyən tip kateqoriya insanlar var. Məsələn, valideynlərin və yaxud da partnyorum, iş yoldaşlarım və yaxud da ətrafımdakı insanlar. Mən davamlı özümü elə aparmalıyam ki, o insanlar məni sevsin, təsdiq eləsin, dəyər versin, güvən versin və s. Amma o insanların sənə qarşı etdiyi doğru olmayan ünsiyyət üslubu, sənə qarşı duyğularını görməzdən gəlməsi və yaxud da səni dəyişdirməyə çalışmaları və s. sənin üçün belə deyək ki, sanki sənin səhvinmiş kimi gəlir də, davamlı qarşı tərəfə haqq verirsən ki, düz deyirdi də, mən niyə belə etdim, düz deyirdi, mən niyə bu qədər məsələni böyütdüm, düz deyirdi, mən niyə bu fikri bölüşdüm. Çox vaxt bu insanlar səndən çox nədə haqsızlıq edir, onu deyim. Davamlı kaş bu cür danışmazdın, özünü bu cür aparma, bu sözü işlətməzdin, sən bunu belə deməsəydin belə olardı falan filan. Yəni qısa və net səni davamlı şərtli bir meyara qoyur. Sanki sən nə isə edirsən və etdiyin bir şey düz deyil və buradan da səndə belə bir şey yaranır ki, mən dəyərsizəm, mən yetərsizəm, mən də sevilməyə layiq deyiləm. Əslində bu duyğu fonunda səndə günahkarlığı tətikləyir ki, sən o insanlara öz sərhədini qoya bilmirsən, yox deyə bilmirsən və standartını bəlli eləyə bilmirsən deyə özün də bilmədən şuursuzcasına asılı bir vəziyyətə düşürsən və səni bu insanların əhatəsində saxlayan, yox deməyə qoymayan, sərhəd deməyə qoymayan hissə sənin daxili günahkarlıq duyğundur. Bura qədər başa düşdünsə bu super. Mən indi sizə fərqli bir aspektdən bir şey deyəcəm. Bunu necə həll eləmək olar? Sənə iki səbəb deyəcəm. İki səbəb üzərindən düşünməyini istəyirəm. Birinci etap istəyirəm ki, uşaqlıq dönəmində sənin davamlı olaraq hansı valideynlərin tərəfindən belə deyək ki, tənqid olunmusan, qınanılmısan, sevilməmisən, yox sayılmısan, rədd edilmisən, tərk edilmisən və yaxud da ki, hansı valideynlərin sənə yaşatdığı emosional duruma görə sən bunları uşaq zehnindən özünə belə deyək ki, hopdurmusan və indi də uşaq psixan, şuuraltın böyüdüyün versiyada da bu durumu axtarır. Yəni sən valideynlərini birini proyeksiya edirsən. Bu etapda istəyirəm ki, uşaqlıq versiyandakı yaşantılarını göz önünə gətirəsən, valideynlərinin sənə yaşatdığı emosiyaları, düşüncələri, duyğular. Birinci etapda bu. İkinci etapda indi həyatında olan hər kəsə bax və ətrafına bax. Davamlı özünü necə hiss edirsən. Əgər cavabın pozitivdirsə, it is okay. Bu superdir ki, sən balanslaya bilirsən. Amma cavabında negativlik varsa, dəyərsizəm, özümü pis edirəm, falan kəs mənə niyə belə dedi, qınaq, tənqid, negativ bir şeylər varsa, burada günahkar olduğun hissələr var. Artıq iki şeyin fərqindəsən, bunun üzərindən çıxış edərək öz üzərində işləyə bilərsən. Ümid edirəm ki, bu video sənin üçün faydalı oldu. Amma daha dərindən təbii ki, işləmək istəyirsənsə, bir mütəxəssislə işləməyin çox vacibdir. Bunun üçün mənimlə bir yerdə fərdi seansları davam edə bilərsən və yaxud da mənim yaratmış olduğum psixoloji proqramlara müraciət edə bilərsən ki, orada texnikalar vasitəsilə dərin şəkildə səninlə işləyirəm. Ümid edirəm ki, bu videoda sənə fərqli bir baxış bulacağı qazandırdı. Artıq ətrafındakı insanları niyə seçdiyini və özünün də hələ niyə bu cür hiss etdiyini müəyyən qədər fərqinə vara bildin. Birinci etapda isə öz valideynlərinlə olan separasiya olunmamış duyğu və emosiyaların üzərində bir məsələyə sövq edildi. Faydalı oldusa like etməyi, yorum yazmağı unutma.